6 və 7-ci bölümlər gəlib. Daha 5 dənə bölüm yığılmasın. Heç olmasa 2 dənə çıxıbsa 2 dənəsini izləyək. Niva ilə Asiya turu. Çətir. Yaxşı. Necəsiniz? Canlar, canlar. Ay, oğlan var ya yanında. Ay. 6-cı bölümə baxırsınız adi Oğlan var yanında ayıbdır. günlərin birində Çindəyik. Bizdə şey olur, qız var yanında zaten. Soyuducumuzu götürüb Xarqostan oteldən çıxırıq. Çinlilər görürəm ki, bizimlə Bu gün güləşdə deyəsən başı yerə dəyib filan. nətər şəkil çəkdirirlər. Bizi necə sevirlər bunlar. Erkəyi yanındadır. Bu maşına maqnitofon alanda maşın bazarında o flaşka satan dayı olur ha. Ondan bir dənə bu almışam bu flaşka. Hər cür mahnı var ya. Fabeda mameda bin Urumçidir. Kuytuna gedəcəkdik. 300 kilometrdir buradan. Düşündük 300 də sürək. 300 biz üçün azdır. Çində maşın sürmək dostlar biraz fərqlidir. Yol nişanları, dönmələr və yavaş-yavaş öyrənirəm. Navigatorda soruşursunuz. Çində bildiyimiz ənənəvi navigatorların heç biri işləmir. Burada Maps qlobaldır, onu yükləmişik. Onunla gedirik və çox gözəl işləyir, rahat işləyir. Düppədüz yolumuz 661 kilometrdir və deyirlər ki, bu yolun üstündə çox gözəl mənzərəli yerlər var. Havanın istiliyi də hazırda 35-40 dərəcə arası. Hardan biləydim ki, birazdan 35 dərəcəyə şükür eləyəcəm. Yola çıxırıq, yolumuz davam eləyir və beləliklə ilk polis yoxlamasından keçirik. Satmadı bu, başa düşmədim. Çində deyil. 所有乘客请系好安全带。 Yoxlama gedir, görək nə deyirlər. Sənədlərin hamısını yoxlayırlar. 去哪里？乌鲁木齐，宁宁市。 Yes, yes. Turpan.吐鲁番。 Yeah, yes. Urum. 去吐鲁番啊。 My road. 1号。OK OK。 Thank you. Nə bildim saxlayıblar, yoxlamışdım. Sağ ol. Maraqlısı odur ki, yolda ingiliscə heç nə yazmıyorlar, amma ərəb əlifbası ilə yazılar var. Mənə maraqlı gəldi. Bura heç ərəb gəlmir axı. Məncə bunu onlar Uyğurlara görə yazırlar. Mən elə düşünürəm. Çünki mənim fikrimcə Uyğurlar əski əlifbadan istifadə edirlər. Və burada Boks demiş o gün parada oğlan necə vurubsa başına hələ də ağrısı qalıb, bir də şişlik qalıb. Sincan bölgəsi olduğu üçün Boksdan yəni dedim. bu əlifbadan istifadə edirlər. Düz bilmişəm dostlar, düz bilmişəm. Araşdırdım, əlifba Uyğur əlifbasıdır, daha doğrusu ərəb əlifbası. Maşında razatkan səsini görürsünüz. Təsəvvür edin, bütün yol boyu Tural'la mənim qulağım dəng olub da bu səsdən. Bu Çinlilər də Nivana şeyəcəkdirlər. Elə bilər normal maşında. Sağ olsun bizi bura qədər gətirib 2 manat 20 qəpikdən 95-dən yüklüyürük, yolumuza davam edirik. Heç benzin içməyini demirəm ya. 15, 17 amma kondisioner normaldır. Yəni belə də normal. Adam vəziyyətdən çıxardır. İsti getdikcə artır, yolumuza davam edirik və pullu yollar birazdan başlayacaq. Deyirlər ki, birazdan qəşəng möcüzəvi yerlər də olacaq. Pullu yoldur. Burada hər şey avtomatikdir, amma ən sondakına getmək lazımdır. Biz avtomatik ödəyə bilmirik də. Belə əllə ödəməliyik. Alipay 9 manat elədi dostlar. Bir də girdik, çıxdıq 9 manat. Nə baha daha yollar. Ödənişimizi eləyirik. Deyirlər ki, sizə qəşəng mənzərəli yerlər təqdim eləyəcəyik. Gedirik, görürük. Ucuz yeyən adama nə deyirlər? Şor. Yavaş-yavaş mənzərə gözəlləşir. Çinin görsüz cənubu belə, şimalı Yoxsa düz adam. belə gözəl bir ölkədir, gözəl təbiəti var və Bu zarafatın cavabı türkçədir. bu yolları necə hazırlayıblar, necə tikiblər, bu Çinlilərə həqiqətən eşq olsun. Möhtəşəmdir, möhtəşəm. İsmailidəki körpü belə olacaq. Nələr yaradıblar bunlar, halal olsun bunlara. Çox böyük ya bu arada. Hələ fikirləşirəm. Bu ağacları var, elə bir əllə əkibləri bir-bir, ya da toxumu yuxarıdan helikopterlə Hə, helikopter söhbəti olur bu arada. səfər. Amma ağac sun eləmirlər, mən bilən o şeydə olur. Stil söhbətində. Yox, yox. Bu təbiətin yaratdığı möcüzədir. Elə bir bayaq gördüyümüz körpünün üstündən gedirik dostlar. Elə bil ha. Getmələr əslində. Elə girdik, keçdik bura. Çox möhtəşəmdir. Nə boyda hündürlükdəyik biz. Əla. Bu dəqiqə var, başlığı dəysəm, yazsam ki, bura İsveçrə inanacaqsınız. Amma bura Çindir, qiymətlər ucuzdur. İsveçrə yox, buralara gələ bilərsiniz. Həqiqətən belədir.
Sol tərəfdə də göl var, möcüzəvi görüntüsü var. İnsanlar orada piknik eləyirdilər. Oranı çəkib göstərə bilmədik və esiri gəlmir. Ona görə də burada bu işi görmürəm. İnşallah gələcəkdə eləyəcəm. Motorumuz da yaxşı işləyir, yağı da qayıqdandır. Qayıq da bizim dostumuzdur, tərəfdaşımızdır. Yolda belə bir yer görürük, baxırıq görək burada nə ala bilərik, nə edə bilərik. Belə bir Çin nə idi, fıstığıdır, nədir? Bir dəfə Mikail mənim üçün göndərmişdi. Çox dadlıdır. Alıram ondan, yolda yeyərəm. Sonra bir-iki sərinləşdirici vasitələrdən alıram, çörək alıram. Mən içinə getmişəm, amma yuxuda gördüyüm tək şey giriş olub. Mən də elə bildim, həqiqətən getmisən, sual zad verəcəkdim. Kimdən soruşuruz cavabı? Heç kimdən. Və qarpız Mən onu tamam alıram. Düşünürəm ki, qarpızı nə etmək lazımdır? Qarpuzu doğru işə bax, qabaqsız satır. Vasitələrdən alıram, çörək alıram və qarpız alıram. Düşünürəm ki, Görə bilirsiniz, yanda bir dənə nömrəyə zəng edir. Baxın, yanda bir dənə nömrəyə zəng edib. Nömrə ilə elə yazılıb ki, elə bir kalkulyatorda rəqəmlər yazıb. Deyəm. Yaxşı bağlanmadı elə bilməm. Aralı qalır. qarpızı nə etmək lazımdır? Qarpızını yeyib sərinləmək lazımdır. Özümü bir anlıq Neftçalada dənizin qırağında hiss elədim və 37 iynə. yanında nə olmalıdır? Göyçay süd zavodunun çanaq pendiri. Bəh. Da bunu götürmüşük özümüzdən. Pendirlə, şori, pendir ayrı şeydir, reklamdır, kalıbsa ayrı. İştirak edə bilərsiniz. Hər həftə bir maşın qazana bilərsiniz. Onun üçün nə edirsiniz? Qapaqdan çıxan kodu Bizon promo.yazın hamı bağlayır burada və yanacağı vurun, maşını da enerji ilə təmin edir. Şey yapar da 90 dənə bizon aparıb, hər gün birini. 51 dərəcə isti. 37-dir, türkcə nədir? Anlamadım. Vay. 37. Vay. Yer göy var ha. Yanır. Yəni 37. Dökülür. Getdikcə quraqlıq başlayır. Necəsiniz? Duzlayan adam 37. Canlar. Ay, oğlan Azərbaycancası da olar da, yəni 7. O duzu 7. var yanında. Ay. Azərbaycan. Ayıbdır, gir içəri, ərim var yanında. Ayıbdır. Görürsüz necə? Plus 70. Plus 70 nə olur sonra? Nivəyə diqqət var. Nivə yaraşıqlıdır, ancaq nə bilim biraz ağlı yoxdur da, elə bir şeydir. Deyirdilər Çin maşınına git. Çin maşını bunlara maraqlı deyil. Bunlar özləri Çin maşını az sürürlər. Elədir də, Nivə xoş deyirlər. Görüm satacam, nə qalacam burada. Bunlar yenə mənə görür, yenə əl eləyir. Bir də yaxşısı yoxdur bu xarabadan maşına. Burada yanacaq doldurma belədir dostlar. Yəni mütləq icazə verməlidir. Yenə Rəsulun oğludur, Rəsulun oğlu. Bu flaşkada var, hər cür mahnı var ya lan. Yenə yanacaq. Bilmirəm yanacağa nə qədər pul vermişəm. Heç hesablamıram, acığı hesablamıram ki, darıxaram. Naxarım, darıxmaq istəmirəm də nə. Türkiyədə yol kənarında yerlər olur, eyni ondandır. Görək nə meyvələr var burada. How much? Neçə? 20. Deyirəm nömrə deyir. Bizdə plus 99 plus. Buranın üzümləri də məşhurdur. Üzümdür. Yeah. 2 də bundan. Hərəsindən az. Hamısı təbiidir. Niyə maska ilə satırlar? Bir virus var ki orada. Durduq yerə hər gün maska taxmaq çox da yaxşı bir şey deyil ya, maskanı taxmaq, yəni. 38 yuan. Deyə tez dəyişsə də yenə də. Thank you. Sağ ol. Arxadakı ucu buraxıb maskanı aşağı. Öz meyvələrimiz hayıfdır, Kitayskıdır bu. Şəraiti görürsünüz, yol kənarında nə gözəl sistem qurublar. Sağdan Niyə termozdan gəzir? marketlər, restoranlar, dinlənmə tesisləri, hər şey çox gözəldir.
Hər ehtimalı qal orada yanır. Çox. Mən bilmirəm ki, bu çinliləri necə tərifləyim, necə şirinləyim ki, bunların qəlbinə yol tapım. Qiymətlər özü Qardaşımız viza almaq istəyir deyəsən. Ya da şey, vətəndaşlıq. hər yerdə standartdır, yəni baha deyil. Ver, bundan ver bir dənə. Götürüm, ver, yeyirik. Kardon dadı verir. İndi adam sual verir, kardonun dadını hardan bilirsən? Uşaq vaxtı yemişəm. Hər yerdə belə pulsuz isti su var. Avropada bunu adamın puluna necə satırlar? Bax. Bu köhnə tök bura. İsti. Pulsuz. Pulsuz. İsti su hər yerdə var. Yəni çox gözəl. Çox mütəvazi. Necə yəni? İstədiyin suyu tökürsən, o da sənə su verir, pulsuz. Biri su yerinə kola töksən. Yolda dayanıb çay içirik. Pabeda şokoladı ilə. Pabeda şokolad haqqında sizə danışım. Neçə vaxt yeyirik onun yarpağını. Mavadir altından su axır. Bilmir ki, bu Niva kondisioneri Nivadır. Getdik. Urumçinin girişidir. Polis yoxlamasıdır. Sağ ol. 去哪里啊？ Ya. Sonra pasport. 商店刚才调动了，然后我就喊一大。 Pasport. 人家规定的那个小时的，就是固定。你们去哪里啊？ We don't understand. Thank you. 到那里的。 Okay. 是那个。 Saxlayım. Stop. Aa, niyə saxlatdırdılar? Hello. 我这会那个你们的图像在上面挂着呢，然后我也能看到一直在放着图像。是哪个国家？ Azərbaycandan o. 塞外交，一共2个人。2个人。 Thank you. Sağ ol. Divarda aboyu söküb yeyirdim. Mən də həmişə yedim. Yəni, divarda aboyu söküb yemək çoxunda olub. Mən uşaqlıqda olmayıb, amma uşaqlıqdan sonraki vaxtlarda biraz olub. O da bir damcı. Bir dəfə. Çox gözəl insanlar. Bir damcı. Mənim həvəsim daha çox şey olub, yandırmağa. Nəsə bir spitska ilə yandırım. O spitska iyiləz edir. Vermə dax mənə. Kartı apardın. Biz. Bakıdan gələnlər. Kartı verdim də, kartı qoydum ora. Sizin dili bilmirəm bacı. Bilmirəm də, nə dilinizi bilmirəm. Siz də bir də bilirsiniz, mən də danışım neftçala. Nə tərsən ha? Yoxsa sən də mənim dilimi bilmirsən də. Səbirli ol da, bir damız. 请出示 Hə, oy Allah. Sağ ol. 600 kilometr yola Nə oldu oradan? Nə oldu? 51 manat. Yenə də Avropadan ucuzdur da. Kibrit deyə o. Qutusu olur, dənələrin olduğu yer. Onu yeyirdim. Hələ gedib üstünə nöt falan töküb yeyirdim. Sodatdı orada. Nötün olduğunu bilsən. Yəni 25 avro elədi. Normaldır. Bu cürlə yol bizə bəxş etmirsən. Ay kiçiyin. Yavaş-yavaş hava qaralır dostlar və bu qırmızı lentlərdən yenə görürük. Siz bilirsinizsə nədir? Mənə yazın və burada hava gec qaralır və ümumilikdə bu tərəfin cəmaatı Pekin saatı ilə getmir. 2 saat dala hesablayır. Çünki saat 9, 10, 11 olur. Hava ilə yavaş-yavaş qaralır. Öz aralarında 2 saat geri götürürlər saatı və Urumçi şəhərinə çatdıq və Urumçi şəhəri 4 milyon yarım əhalisi ilə bu bölgənin ən böyük şəhəridir, megapolisdir, belə deyərdim və yavaş-yavaş gəldim bura. Gördüm ki, bu şəhər əmməli başlı qəşəngli, sabah buranı gəzəcəyik. Otelin pulsuz çayından içirəm və ümumilikdə buranın otel sistemini çox bəyənirəm. Təmiz olur, sonra nə deyirlər, otel ləvazimatları var, çox keyfiyyətli olur. Onlardan bəzi götürürəm arada və bu formada paltarlarınızı yuya bilirsiniz pulsuz və idman edirəm. Bu yalandan edirəm kadra görə və paltarlarımı yuyuram dostlar. Gördüyünüz kimi hər şeyi yuyuruq, quruduruq. Bu şeylər hamısı otelin xidmətlərinə aid. Paltarımızı yuyuruq, çıxırıq otelin qarşısına, yemək yeməyə gedirik. Gördük həm yerlimiz Rəhman gəlib bizimlə görüşməyə. Deyir, sabah sizi gəzdirəcəm. Dedim, çox sağ ol, var ol və gedirik restorana yemək yeməyə çalışırıq və bu Uyğur restoranında burada kabab görürük. Bu xanımı başa salmaq istəyirik ki, İngiliscə də bilmir. Xanımı
Niyə əlindən tutub görə deyir? tay əllə, qolla bir təhər başa sallam. Deyirəm, bax mən bundan bir dənə istəyirəm. Deyir ki, yox. Deyirəm, amma bundan bir dənə ver. Heç cür başa sala bilmirəm. Nəhayət bir Uyğur qardaş gəlir, onu bir təhər başa salıram, çünki onların dili bizim dilə çox yaxındır və deyirəm ki, sonra mənə çay gətirin, qəşəng nanə ilə, balla çay içirik, çox dadlı, çox əladır. Ağız dadımıza uyğun hələ ki yeməklər tapırıq, görək qarşıda vəziyyət necə olacaq. Deyirəm, nəm salfetka ver, onu da bu formada başa sallam. Gedir su gətirir, salfetkanı ısladırıq, taynağarım. Bir təhər bunu da belə yola veririk. Kabab gəlir, kababı yeyirik. Çörək başa sala bilmirik. Tay bitər, az, sus, bir gün yatacağıq da. Vlog da burada bitir dostlar. 7-ci vlogda görüşərik. Ay zibir. Çörəksiz qabları. Keçək bölüm 7-yə. Sən heç polis cəmaatla konuşdun. Mikrorayona bu gün yox. Sən heç polis Qatıqla məni hərdən, qatıqla məni, görürsən ki sən heç polis cəmaatla konuşdun. Zauru durğuzun yuxudan. Qardaş, başımın tacı qardaş, sən gözümün tacı qardaş. Niva ilə Asiya turunun Gözümün tacı. 7-ci bölümünə baxırsınız. Adi günlərin biridir. Səhər yeməyi yeyirik. Harda? Urumçidə. Bəli, Urumçini bu gün gəzəcəyik. Həm yerlimiz gəlib Rəhman. Dedi ki, mən sizə kömək eləyəcəm, bələdçilik eləyəcəm. Mən burada tələbəyəm, oxuyuram və B2B işlərlə məşğuldur. Bu insanları qarşılayır, kömək edir belə işlər. Və gəlib bizə kömək etməyə. Və otelin qarşısındayıq. Maşının şüşə təmizləyənin suyu çıxır. Nə təzə maşındır da bu şeylər olmalı dörük daxil. Niyə var da? Nə bitər yola verək. Nivadır. 2026 olsa da bu Nivadır. Bəli, amma bura qədər gətirib bizi. Sağ olsun, Allah kömək olsun. Beləliklə şəhərin dərinliyinə doğru irəliləyirik. İndi mərkəzə gedəcəyik və deyirəm ki, Urumçi şəhəri 4-5 milyon əhalisi var və onu da deyim ki, elə belə şəhər deyil, böyük şəhərdir və buranın bazarı var, Grand Bazar, böyük bazar. İndi o tərəfə gedəcəyik. Urumçi şəhəri dostlar qədim İpək yolunun ən vacib dayanacaqlarından biri olub və bu Grand Bazar da məşhur tarixi bazarlardan biridir. Görürsünüz nömrəni hər dəfə bu formada oxutduruq, Taynağara, Neftçala nömrəsini bu tanımır da, nə? Esim Pro ilə internet yağma çanaq pendiri bu haqda birazdan danışacağıq. Və gəzintiyə başladıq. Burada belə buz kütlələri olur dostlar, qədimdəki kimi ərimir və qaymaqla bu formada Rəhman dedi ki, bu şərbətlə, tut bəhməzlə də, yəni daha doğrusu bir dənə içki hazır edirlər. Dadlı olur. Biz bunu içirik, baxırıq, görürük ki, həqiqətən çox dadlı içkidir. Urumçidə olanlar məncə bu içkidən içiblər, olmayanlar da gedəndə mütləq içsin. Çox dadlı. Çox da qəşəng görünmədi mənə, amma nə bilim. Heç kök qadın yoxdur. Burada Pinto. buz görürsüz kütlələri ərimir. Böyük buz kütlələri və burada qurut satırlar. Bizdə qurut olur Tovuz tərəfdə. Qurutdur, quru pendirdir. Orada da baxın daşlar var. O da müəyyən kalsiyumlar falan. Kalsiyum daşıdır. Salam əleykum. Gəzintimiz davam eləyir. Meyvədən, tərəvəzdən, Gilaslar bölgədə ya da vişna. İndi isə yemək içməkdən dadacağıq. Bu şəhər Asiyanın Avropanı birləşdirən qədim ticarət yolunun üzərində yerləşir və müxtəlif mədəniyyətlərin, xalqların qovuşduğu nadir şəhərlərdən biri olur. Sən video çəkirəsə almasa belə özləri necə deyim, təklif edirlər də, verirlər ki, dadına baxın. Yoxlayın da, yəni nə olacaq ki, nə gedir ki? Festivallar əslində bunun üçündür, amma bizim festivallara getmişik də, yəni 2-3 dəfə çəkiliş edəndə. Heç yəni soruşuruq məsələn danışmağını istəyir, danışır. Amma bəziləri ümumiyyətlə ruhsuz danışır. Bəzi danışanlar da yenə də o şey yoxdur da, yəni dadmağa adama bir dənə falan elə bir şey yoxdur. Ancaq gərək alasan. Hə, belə bu gün ala bilərsiniz. O belədir. Promo qiyməti deyir. Ona görə də mətbəxi, adəti, ənənəsi fərqlidir. Bu Uyğur kababıdır. Balaca olur şişi, adam dişin dibində qalır. Bu Xəbərlər var Azərbaycanda yumurta 1 qəpikdir. Xəbərlər var. O nə xəbərdir? Təbii hamı bilir də. isə Gamepad-i Logitech verdim Paykaya elektronikaya təmirə. samsıdır. Uyğurların samsısı da çox dadlı olur. Mütləq bura gələndə dadına baxın. Tavuk ətini belə bişirirlər. Çox gözəl, çox qəşəng. Çox mütəvazi. Əladır. Sənə baxmaq istəmirsən.
Gedək indi digər təamları dadmağa. Burada bir dənə kompot verirlər. Super dadı olur. Quru meyvədən hazırlanır. İçində innab olur, bir də kişmiş olur, nə olur. Tural da bəyəndi. Mən də Latası bəyəndim. xarabdır. Burada isə xaşdır. Bunların xaşı da var. Bu formada bozbaş bişirirlər, piti bişirirlər, amma bunlar saxsıda eləmirlər. Bu formada qabda eləyirlər. Burada isə nə var dostlar? Müxtəlif suplar, şorbalar və keçi ətindən burada kabablar. Keçi ətini çox yeyirlər, çox bəyənirlər. Soçi paklavasına oxşuyur. Maraqlıdır. Üç bucaq formasındadır. Bunu yoxlamalısınız bunu. Uyğurlarla ortaq zəhərlərimiz var və bunlardan biri də paxlavada, amma bizim paxlavan yeri. Uyğurlarla ortaq zəhərlərimiz Uyğurlarla ortaq zəhərlərimiz var dedi bu arada. Cəhətlərimiz var demədi. var və bunlardan biri də paxlavada, amma bizim paxlavan yerin verəmir də, yəni düzün deyim. Bu 3-də dondurma var festivalda 12 manat idi axı. Texniki xətaya görə dondurmalar əzilib eləmişdi, ərimişdi soyuducudan. Onları 4 manata satırdılar. Böyle bir şeydən tam xəbərim yoxdur, həm də orada bir dəfə oldum, o da almadım. Amma Bravo var. Bizdəki Bravo'da deyəsən 10 manatdır. 9 nə qədər. Amma sırf bir növ idi, o da limonlu olanı var idi bir dənə. 3D ondandır. Standart. Uyğurlar daha çox Düşəcək onun qiyməti. özbəklərə çox yaxındır və dilimiz də yaxındır. Onun mənzuru idi o. Düzün deyim, Uyğurlar daha çox özbəklərə çox Qəşəng. yaxındır və dilimiz də yaxındır. Və bu gördüyünüz yer isə bayaq danışdığım Grand Bazarın, böyük bazarın girişidir və dostlar bu bazarın yanında bir məscid var. İndi onun yaxınlığını da gedəcəyik. Görürsüz nə qədər insan var, əhali çoxdur, hər yer insanla qaynayır və buranın məşhur üzümü Turpan üzümü deyirlər, Turpan. İndi o şəhərə də gedəcəyik. Bazara yavaş-yavaş dostlar daxil olduq, bazarın içi ilə irəliləyirik. Maqnitlər alırıq, mütləq lazımdır, xatirə qalsın. Maqnit alınır bu arada. Mən əvvəl deyirdim ki, nə lazım, nə lazım, amma yox, həqiqətən deyəsən lazımlı bir şeydir. Çünki getdiyin yerdən bir dənə maqnit götürürlər. Qəşəng temadır. Amma baha olur məncə maqnitlər, çox da ucuz olmaz. Mən də TikTokda gördüm, Love City var orada olmuş. Və bu formada burada qavallar var, musiqi alətləri də bir-birinə bənzəyir, bizimkilərə oxşuyur. Tara Balaca tarlar zor imiş. alətlər var, saz var, o var, bu var, müxtəlif daşlar var və burada quzu qarnı göbələyi var. Onun Quzu qarnı göbələyi. Niyə anime qız yoxdur? Bu Yaponiyada deyə daha çox Tokyoda zət. qurulmuşunu gördük. Buta şəkilli çalağaylar. Boy, nə qədər oxşuyur ha. Özbək papaqları. Buta rəmzi burada da var və taxta Şey bilirsiniz, biz Yaponiya ilə daha doğrusu təkcə biz bir tərəfli olaraq Yaponiyaya vizasız Yaponların bura vizasız gəlməyinə icazə vermişik. Amma tərsinə icazə yoxdur. Yəni biz Yaponiyaya vizasız gedə bilmirik. Tınlamırlar bizi. işləmələri görürük. Bu anime sevdası nədir? Heyran oluram hər yerə. Çox Sevənlər var. gözəldir, çox qəşəngdir. İnsan gəzdikcə mən bir verilişim var da çox gəzən. Məni tutmur. Həqiqətən gəzə-gəzə öyrənlə burada da kürəyimi qaşıyıram. Və həmin məscid, bu məscid də buranın simvolu sayılır. Erdaçao adlanır, yəni Erdao körpüsü və böyük bir dini kompleksdir. Uyğurlar da müsəlmandır və əhalinin əksəriyyəti bu şəhərdə müsəlmanlardan ibarətdir. Hazırda gördüyünüz kimi tarla nəsə ifa eləyirlər, nəsə çəkilişləri var. Mən də şəkillər çəkdirirəm. Şəhərin gözəl, görməli yerlərini həkk eləyirəm, yaddaşma. Vaxt olmur hər yeri gəzmək, amma əsas yerləri gəzirik. Buradan çörək alırıq ki, yolda bizə lazım olacaq. Droş falan da götürmüşəm maya. Yolda lazım olsa Laosda falan çörək tapmasam bişirəcəm. Burada da çörək Necə bişirəcək? muzeyi var. Köbələk zadı. Özbəklərində məşhur Köbələk sən. çörəklər var və bu formada. Və bunların da özlərinin çörəkləri də var. Çörək Mən Çinlilərdən daha çox özbək, uyğur belə şeylər yox. muzeyləri də var. Çox dadlı olur. Bəzən soğan dadı verir, bəzən fərqli dadları olur, amma dadlıdır. Xoşuma gəldi. Və bazar gəzintimiz yavaş-yavaş sonlanır. Burada isə belə bir dadlı bir təam yeyəcəyik. Düyünün üstünə gördüyünüz kimi yenə qaymaq atırlar və əncir mürəbbəsi. Mürəbbə, düyü və qaymaq. Qaymağı hər yerdə yeyirsiniz. Və beləliklə şəhərin bu istiqamətindən ayrılırıq. Burada özbək pulu Nə qəribə bir şey ya o. Əncir varinəsi ilə qaymaq dedi. Avatarın bütün sezonlarına baxmış adamam. Hal oldu.
görürük. Yox, deyirlər ki, bu Uyğur Avatarın kinosu çıxırdı Netflixdə. Gəl bax. plovudur. Kababları, Serial hətta. yeməkləri, içməkləri, hətta üzərliyimiz də eynidir. Üzərlik və burada nar şirəsi görürük. Onlar nara bir üstünə deyir, anar. Bəli, adama da. Hə, nara anar deyirlər, eşitmişəm o söhbəti. Hətta fars dilində də anar deyilir. Ənar belə deyilir. Anar deyil də ənar. Anar. Bilirdiniz bunu, mən bilmirdim, burada öyrəndim. Çox gəzən, çox bilər. Və buradan ayrılırıq, gedirik Azərbaycan restoranına. Həm yerlimiz Nizat var, məni dəvət edib Tural qardaşla. Bu arada bu şeyləri çox gördük Gürcey. Bu ehtimal bunları Azərbaycanda vursalar bu mışqıla oğurlayarlar yəni gəlib. Çində amma doludur. Gedirik Azərbaycan restoranına. Bizdə Həm qoysa yerlimiz oğurlayarlar. Nizat var, məni dəvət edib Tural qardaşla. Sağ olsun, dedilər ki, gəzin, günortaya gəlin Azərbaycan təamları yeyin. Gəldik bura. Bura elə bir Urumçidə o kargoların yerləşdiyi məkanı dəqiq yerini bilmirəm. Qəşəng çay dəmləyiblər. Darıxmışdım çayımız üçün. Burada akroşkası var. İndi birazdan yeməyi də yeyəcəyik. Dedilər ki, dolma yeyək. Darıxmışam, amma anam da dolma bişirib. Burada dondurucudadır. Və qəşəng söhbətlər eləyirik, su içirik. Neçə vaxtdır şorba içmirdik. Mədəmiz açılsından içmək, yemək lazımdır. Bu da qazan kotleti. Ölkəmizin mətbəxindən, Azərbaycanımızdan və Azərbaycanlılardan dünyanın heç yerində yoxdur. Bütün Azərbaycanlılar var olsun. Nə vaxt gəlirəm, hansı ölkəyə gedirəm, hansı şəhərə gedirəm, məni dəstəkləyirlər, məni çox sevirlər, məni qonaq edirlər. Hər türlü türklərin sözü olmasın, dəstək edirlər. Anar kamera nasıl anar? Və buradan ayrılırıq dostlar və Urumçi şəhərində nə xoşuma gəldi. Körpünün altın yol kimi istifadə edirlər, ekonom edirlər. Və gəldik dostlar yenə bura. Yenə də parkinqə bu nömrəni oxutdura bilmirik. Maşını saxlayırıq. Bizim 20 yanvarda da elə deyil. Burada Çinlilər necə maraq göstərir bizim maşına. Deyəsən həqiqətən kopyalayacaqlar. Hə, bax DJI-yə getdilər. Kamera üçün. Və gəldik DJI mağazasına. Bu reklam deyil. Biz dron almalıyıq. Bəli, kadrlarımız möhtəşəm olsun deyə dron alırıq. Yolda, Laosda, Çinin bəzi yerlərində Ucuz deyil ha bu arada. dron qaldıracağıq. Yox, Dronun 5 Pro var. Ondan alıram. Ekranı üstündə olanlar və müxtəlif dron modellərini burada görə bilərsiniz. Baha da neçədir? Nədir adı? DJI Drone 5 Pro. Qiyməti. $300. Yox ya, aylıq ödənişdir. Qiyməti 1264. Yəni DJI Mini 5 Pro qiyməti dəstəyinə görə dəyişir. Standart paketi 2650 manat 2800 manat arasında dəyişir. Əlavə batareya çantalı 2 pultlu olanı isə 3100 və yaxud da 3350 manat arasındadır. Belə amma sırf kameranın qiyməti dəstindən asılı olaraq başqa bir növü var. O 950-1150 arasıdır. Bunlar Azərbaycan qiymətidir. 200 zat o yandan Qiymətləri olar. yaxşıdır və Pocket 4-ü də çıxıb. Texnologiyanı sevirəm də. Almaq lazımdır. Maraqlı kontentlər üçün mütləq pul xərcləmək lazımdır. Çox alıb, bax, çox alıb. Texnologiyanı sevirəm də. Almaq lazımdır. Maraqlı kontentlər Mikrofonu da alıb, hə? üçün mütləq pul xərcləmək lazımdır. Aldıq, təqribi qiyməti yadımda qalmadı. İndi hamısını deməyim. Və iynəyirəm. Mən nəyisə aldımsa mütləq iynəməliyəm. İyi, yaxşı idi. Özü də Burada qəşəng görünür. yaxşı olar. Və yoldan bu formada meyvə, tərəvəz nə gördük alırıq ki, birazdan biz bunları bəlkə tapa bilmədik. Hər şey var maşında. Maşında müharibə olsa bir aylıq yemək içmək üçün hər cür ləvazimat, hər cür ərzaq var. Rəhman həqiqətən sağ olsun, vaxtını ayırdı bizə, bizi gəzdirdi, bizə dəstək oldu və gəldik maşının yanına. Rəhmanla ayrılırıq, ona təşəkkür edirik və yavaş-yavaş Turpana doğru irəliləyirik. Yolumuz çox deyil, təqribi 201-2 kilometrdir. Turpan ara deyə, heç orası. 201-2, bu nədir? Mikrofon 700 manat olar. Çox güclü mikrofonlardır. Və o mikrofonu 700 manat verdi demədim mən. Mənim araşdırdığım dron idi. Bu əlavə mikrofon alıb, əlavə bir dənə də kamera deyəsən bir şey almış. DJI yaxşı marka. Ağzıma gələn Yüksək reklam deyil. Yolumuz davam edir, təqribi 2 saat Yəni mən də alsam bu ehtimallardan alaram. sağa sola baxır. İstəyirəm ya alıb içinə çəkim. Yəni bir ki belə deyim də sizə.
işləri falan yerinə otuzdursam, alacam belə bir şey. Alandan sonra da getdim tutaq ki, bir dənə şeyə, əvvəlcə 1-2 dənə video buralarda çəkəcəm, test ki. Sonra uşaqlarla zadlarla çıxarıq şeyə, şəhər nə deyək? Xaricə. Orada da şaqqa-şaq çəkərəm. Amma özümlə notebookum apara bilsəm zor olar. Notebook lazımdır mənə. Evdəki notebooku bilmirəm apararam yaxşı yox, o çox əl verməz. Bilmirəm, baxacam vəziyyətə görə. Elə bir notebook almalıyam ki, qəşəng şey olsun, necə deyərlər, yaddaş teması. Ola bilər mini PC kimi şeylər alım. O da bahadır təbii ki də. Baxacam da vəziyyətə görə, çünki mənə yaddaş çox lazım olacaq. Bəlkə internet yaddaşı ilə faydalanaram, elə bir şeylər edərəm. Abunəlik alırsan verir, amma yəni 100 GB belə çatmaz da mənə, elə deyim sizə. Çünki normal videoların böyüklükləri olur. 300 zat. Xam halları çox olur. Kartçat çox lazım olur. Ya o boyda Çinsə bu nədir? Əlindən yapışdırıblar. Bizdə belə daha yaxşı. Həqiqətən bu küləkdən də istifadə edib bu çinlilər. Nə ediblər? Külək turbinləri kilometrlərlə yola düzüblər və burada yenə də Kilometrlərlə düzüblər yola. Gör nə qədər çox. qırmızı lent görürük və deyirlər ki, bu uğur mənbəyidir. Məsələn bu yerində bir də bizon bax. Bizondan alırsınız, açırsınız qapağı və Sponsordan danışmaq həmin məbləğlə biz bu işi görək. Çox böyük xərcli bir işdir dostlar. Ödənişi edirik və yolumuza davam edirik, gedirik. Qəşəng dağ mənzərələri və deyiblər Buluta başa düşmürsünüz. Bulut məsələn 15 GB verir. Pulsuz, düzü. Sən onu yüksəldirsən 100 GB-a. O belə çatmır. Yəni 100 GB heç nə çatmır, elə deyim sizə. Mənim gərək çox güclü bir sistemli bir notebookum olsun ki, mən elə orada oturum edit edeyim. O da mənə əl verməz axı, mən bir həftəlik gedirəmsə, bir həftəni çəkim də, yəni normal gezim, əylənim də, həm əylənim, həm çəkim. Sizə o hissiyatı da verə bilim. Amma oturum edit edeyim, aləm təyər bir-birinə. Gəlib yəni oturub edit etməliyəm. İstər-istəməz. O kart söhbətlərini yaxşı-yaxşı araşdırmalıyam. O almağımın o səri var. ki, turpan var ha, o qədər istəyirdi ki. Və bu Nivanı bunlar niyə sevirlər? Burada da Discovery kanalının əməkdaşlarını görüb biz də ATV-dən gəlmişik. ATV-nin işçiləri və davam edirik yolumuza. Gedirik. Alo. Qayıtsan? Da. Farid. Qardaş, başımın tacı qardaş. Sən gözümün tacı qardaş. Getsən ara gedərsən. Çox yer istəyirəm. İngiltərəni istəyirəm. Xüsusən də Harry Potter olan şeylər var, hissələr. Nə bilim, yayım açıqda izləyirəm. Yəni indi sənə Vaqif. Mənim videom qurtarır, bəlkə bir CS girir. 前提登记一下。 O nə demək? İngiltərəni istəyirəm, Parisi istəyirəm, İspaniya istəyirəm, Braziliya var, amma çox şey deyil, öncəliyim deyil, amma Portuqaliya var. Belə şeylər. Amma hansı sıralamayla o belə deyim də, o andan asılıdır da, yəni. Axşamımız xeyir, hər vaxtımız xeyir. Avropa turu. Nə demək? Nə qarar? Saxlayaq, gözləyəsən. Ver sağa saxla. Hələ ki CS turu. Ənənəvi polis sözüdür. Ver sağa saxla. Can. Başımın tacı qardaşlar gəldi. Hello. Salam aleyküm. Nətərsən? Hoppa. 到哪里？ Yes. 哈萨克斯坦。 Azərbaycan. Uyğur, ha. Uyğur daha yaxşı. Salam aleyküm. Yaxşısanmı? Bizim dilimiz eynidir. Sağ ol. Biz blogerik. Biz Laosa gedirik, Laosa. Azərbaycandan gəldik, uzaq yerlərdən. Hazır nə göstər? Çox anlamadılar bu arada məncə. Turpana gedirik ya. Yataq. Yatacağıq, hə. Otelə gedirik. Yatat. Otelə gedirik, otelə. Yolda da qalıb Öpürəm, sağ olun, yaxşı yol. Yaxşı olun. Bizə deməliyik, o yaxşı yol. Sağ ol. Polislərdən ayrılırıq və xanım Range Rover-dən bizim videomuzu çəkir. Xanımlar Range Rover'dir. bu maşının nəyin sevir, nəyin bəyəndi bilmədik. Gəldik pullu yola. Bu yolda deyirlər tur sürücülər gəlir bizim. Düz mən görmədim tur sürücülərin yolda. Hardasınız? Düz sizi Çinə giririk. Mən sizi görənmədim. Reallıq Şeydir, Çindir, deyir ki, ingiliscə bilmirlər.
Elə bir şey dedi. budur ki, yolda Öz dillərində deyir danışırlar bilsələr də. Nəsə elə bir şey dedi. heç bir ölkənin tır sürücüsünü mən görmədim. Təkcə Azərbaycan yox, Rusiyanın da, Türkiyənin də görmədim. Son illər deyirlər tırları buraxırlar müəyyən nöqtələrə qədər. Bəzən müşayiətlə, Nə bilim mən də başa düşmürəm. bəzən müşayiətsiz, amma biz getdiyimiz nöqtələrə Dedi İbrahim dedi. gələn mənzərə Evə qutlayır. yoxdur və olsa da ola bilər, amma mini maşını ilə bu işi görən ilk bizi bu mənim arzum idi və arzum reallaşır. Qaqaşın Nivasını görməmisən nə bir. Full reklam. İnşallah bizdən sonra da edənlər olar. Çöllüyün düzündə sağ yaşıllıq, sol yaşıllıq. Necə baxırlar bunu, necə saxlayırlar xan çinarları, söyüd ağacları. Çox gözəl. Bax bu vaxtda saat neçədir? 9-dur. Anlamırlar doğrudur. 35-37 dərəcədir. Bir gün orta 50 dərəcə olur burada. Yəni zarafata salanda 55-ə qalxır. Çox istəyirdim. Bilirsiniz də mən fərqliliyi xoşlayıram. Şəhər mərkəzində ev tutmadım. Dedim Uyğurluların yaşadığı o Necə pul qazanır? yerə gedək, görək onların həyat tərzi necədir. Bu məhəllələrdə Uyğurlar yaşayır və Представь elə ki yemək yeyir Nivan üstündə. Pendir ayrı reklamdır, kalbus ayrı reklam. bir də deyim ki, bu bölgədə İşləyib biz onu ayrı. neft çıxır və Çinin əsas neft Başla bax bir dənə. Bakka. Saloğlu belə var ya orada. tədarükü bu tərəfdən olur və gəldik hara qalacağımız məhəlləyə və bu şəhəri mən hara bənzətdim? İranın Yəz şəhərinə. Şərqdir orada, Düz yoxşur. burada şərqdir və eyni İranın dediyi gez tanımıram amma ki baxanda yəni İran vibe verir. memarlıq üslubudur. Burada məscid də var, ara məhəllələr, uşaqlar, balalar, onlarla da salamlaşırıq və onların şəklini çəkirəm. Şirindilər, şəkərdilər və gəlib çatdıq otelə. Mən şey görmüşdüm. Şəmi ilə Şoşu getmişdilər içinə. Viza teması açılan kimi vlog çəkmişdilər. Baxmışdıq da deyəsən. Orada tanıyırdılar onları. Məktəbin qabağına keçirdilər. Gəldilər ki, Şəmi, Şoşu. Tanıyırdılar onları. Otelimiz na otel. Nə gözəlliyində. Tut ağacına baxın, erkək tutdu. Yəni meyvəsi yoxdur, yaşıllıq üçündür. Otelimiz Ağacın da erkəyi dişisi olurdu. bizə çox möhtəşəm bir oteldir. Bizdə bir də 35 dollara tutmuşam. Qiymət super, memarlıq, o təbii Dubayda falan var şərqdə havalandırma, qədimdə havalandırma formada olub. Burada da hər yer üzümdən ibarətdir. Həqiqətən möhtəşəmdir. Gələcəkdə belə evlər tikəcəm. Bilirsiniz, biologiya var da bizdə burada. mənim də evlərim var. Fərdin evi adlanır. 2 evdir, birində tikintisi davam eləyir. Siz də yay tətilinizi istəyirsiniz. Hə, qaqaşımızın Neftçalada da bir dənə Fərdin evi adlı otel kimi mini bir şey var. Fanda keçirin. İstəyirsiniz də gəlin Qəbəliyə Fərdin evinə. Hər Qəbələdəymiş. şərait var. Onun üçün nə edirsiniz? 3-cü eviymiş. Instagramda Erkək toxumları ilə maylandırır dişləri. Ha. Fərdin evini tapırsınız. Həqiqətən ev gözəldir, Ya var doğru. əladır. Biraz dincəlirik və çıxırıq Qırmızı məhəlləyə. Görək bu məhəllənin Hə, mərkəzində məncə elədir. yemək yeməyə bir yer tapacağıq-mı? Hər şey çox gözəl, hər şey çox əla. Burada isti o qədərdir ki, yəni Tanıyırsan qaqaşı? 10 il əvvəl McDonald's-da video çəkmişdi. Sonra nə bilim məşhur bir dənə avtobus videosu var. Qaqaşın başı deyir. axşam Patpresi. saatlarıdır. İş həmişə var. Çöldə də kondisioner yanır. Yəni baxın, çölə qoyublar kondisioneri. Salam. Kabab? Qoyun? Mən də şəxsən tanımıram təbii ki. Qoyun? Hə, bundan hazırlayın. Bundan nə qədər? Quyruq, qoyun, hə? Quyruq, qoyun. Necə oxşayır ha bizimkilərə? Sonra salat olsun, salat. Yeməyə nə yeyək? Bir də bəzi meyvə Məncə ağacında kebab erkəklər Və var həyat vermir. burada indi canlanır. Bu Çox nə vaxt oyundur, amma bunu dişlər var bilmədim. verir. Və günorta burada 50 dərəcə olur axı. Hamı axşam yavaş-yavaş şəhərə çıxır. Çay dedim, kabab dedim, başqa nə deyə bilərik ki? Çini deyirlər stəkana, sözlər çox Xoşum gəlmir desən niyə çox çay? oxşardı. Kababın yanında nə deyirəm, belə bir çoban salatı hazırladıram. Burada qoyun ətindən istifadə edirlər kababda və arasında da quyruq olur. Çox dadlı olur və zirə vururlar üstünə. Dedim ondan vurma, amma vurdular. Biraz az olur. Gələn dəfə vurmazlar. Çörəyə də nan deyir. Bayaq qıza şey başlamaq istəyir işçiyə. Sulu salfetkada, yaş salfetka getir gəl. Su gətirir qız da onun üçün. Bu da götürür kuru salfetkaya su tökür.
Tural da yeyir, Tural da bəyənir və biz də yavaş-yavaş otelə doğru gedirik. Yataq dincələk, sabah isə turpanı kəşf edək. Qəşəng bu bölümdə belə. Əhlasız. Yaxşı ki sizin kimi gözəl insanlar var. İllərdir sizi izləyirəm. 1-2 bölümdə çıxsın baxarıq arada.